140 manatdır. Özümlə vaxt gözümə prosedurlara başladım. Onu qəşəngləşdim. Əvvəlki şəkillərimə baxıram, yəni o deyil də. İstədiyimi vermirdilər. Bir çox dost, tanış var da, bu işin içində olanlar. Dərmanımı da verdim, yəni forma verə bilmirlər. Çoxusu forma verə bilmir. Yarım qram doğu 60 manatdır, 1 qramı 110 manatdır qızlar. Deyirəsiz ki, bığ tərəfindən doğru çıxsın suyun olan. Bəli, gedir. İp etmək məsləhətlidir. Yox, qalmır. Sakın ağrısına yəni şey eləyərsiniz də, hayıfdır. Rayonlara gedirsiniz? Gedirik. Amma yəni pasiyent yazılsa, pasiyent həmişə deyirəm ki, ən azından 20 dənə pasiyent yazılmalıdır sonra. Deyir ki, indi telli saçlar qalınlaşdırmaq olar. Bəli. Tək üst dodağı istəyir. Tək nahiyəli. Gələrsə eləyək. Yanaq dolğusu bir mix dolğu, bunu içəyədim. Demək, əlbəttə ki, İspaniya istehsalıdır. Yanaq dodaq 110 manatdır ikisinin də qiyməti. Bəli, vaxtını yaza bilərsiniz. İlk dəfə dodağı eləyəcəm. 2 qram eləsəm çox olar, bəli. Onu deyəcəkdim. 1 qramdan başlamaq lazımdır. Zamanla artırarıq. Orada yazıb var, Dimaya yaxşı preparatdır. Ya, çox sağ olun. Hə. Dimaya yaxşı preparatdır. Demək. Kişilərə dodaq edirsiniz. Bəli, gələrsə eləyərik. Bir də full face qiyməti. 300 manat. Hamiləlikdə dodaq doğusu məsləhətli deyil qızlar. O da nəyə görə məsləhət deyil? Ziyan tərəfi, bir tərəfi odur ki, allergiyası ola bilər. Yəni belə tam əks təsiri yoxdur, amma allergiya bədəndə oyana bilər. Deyir ki, ilk dəfə valideyn xanım gələcək, ilk dəfə üçün. Deyir, çox ağrıdır. Yox. Bəs yanaq hansı preparatdan istifadə edirsiniz? Yanaq üçün nə? Preparat hansından istifadə edirsiniz? Fərqlidir də, gələrsiniz, baxarıq dəriyə hansı preparat gedir. Çünki quru dərilər var, yağlı dərilər var. Ona görə yəni, biz konkret preparat çəkə bilmirik. Fərqli preparatlarla çalışırıq. Artıq yan varsa, dodaq dolgusu olar. Allergiyası var, olar. Allergiya iynəsi də, dərmanı da var. İstifadə olunandan sonra heç bir əks təsiri olmur. Ünvan səsənə bir zəhmət olmasın. Xoş aranız var. Göz ətrafı və dodaq dolgusunu içəyədim. Göz ətrafı botoksu yəqin ki deyirlər və yaxud da dolğu. Dolğusu 110 manatdan başlayır qiyməti, dodaq da 110 manatdan başlayır qiyməti. Botoks, full botoks 100-150 manata dəyişir. Bu fəsə şişmir, yox. Adresimiz Nərmanovda yerləşir. Sallanmış bilyan, limonçu nə edə bilərsiniz? Yaş 50. Gələrsiz, qəşəng qarışımlar eləyərəm sizə. Çünki qızlar, konkret bir dərman adı çəkə bilmirəm. Çünki hər dərmanların tərkibi fərqlidir. O pasiyent mənlə canlı görüşsün, mən zaten istənilən firma ilə çalışıram. Amma mən onu görməliyəm ki, mən onu görəndə biləcəm ki, əzələ növü necədir, dəri sallanması hansı dərəcədədir və hansı preparat lazımdır. Konkret bəzən görürsünüz ki, siz məsələn qonşunuzda, çox sağ olun, qonşunuzda gedirsiniz, padroqanız məsələn gedir dodaq doğusuna, sənə hansı doğ olub? Məsələn, atıyorum, deyək ki, mikso olub. Amma səndə orqanizmində o mikso qalmayacaq. Şəkil ata bilərlər baxmanız üçün. Bəli, şəkil ata bilərsiniz, konsultasiyaya gələ bilərsiniz, biz platnadır, konsultasiya ödənişsizdir. Deyirlər ki, üzünüzdə hansı prosedurlar var hal-hazırda? Sizin öz üzünüzdə. Məndə full face proseduru var məndə qızlar. Yanağım var, çənə var, dodaq var, burun var, botoks var. Botoksum zamanı gəlib. 6 ay sonra etdirmək olarmı bir də? Əlbəttə. 14 gündən sonra da əlavə eləmək o. Çox sağ olun, əziyyət çəkməyin. Dodaq dolgusunun hər biri 2 il qalıcıdır. Yox. Həmişə deyirəm ki, dolğudan dolğuya fərq var. Məsələn, qızlar yazırıq oradakı. Deyirlər ki, mən getdiyim baha qiymətə və yaxud da çox tanınmışların pasiyentləri gəlir ki, çox baha qiymət elətdirdim, amma effekt o deyil. 2 aylıq dolğular var. 2 illik dolğular var. Bir dəfə 1 qram yarım olar. Yox.
Sırf fez bir dəfə edəni daim etməliyik. Yox, Masseter botoks 150 manat. Nədir? Korreksiya daxildir. Nədir deyir? Nədir? Masseter botoks nədir? Masseter botoks bu əzəliyə vurulur və üz enlənməsinin qarşısını alır və nəticədə üzünüz biraz daha oval, daha uzunsov olur. Belə deyim. Yarım qanqova 60 manatdır. Spasibo.